Düzbucaqlının diaqonal üstü tərəflərindən biri 5-dir. Düzbucaqlının böyük tərəfi ətrafında. Deməli, böyük tərəfi belə çəkək, kiçiyi belə çəkək. Deməli, diaqonal 13-dürsə, Pifaqor teoreminə görə bura 13-dürsə, bura 5-dirsə, Pifaqordan bura nə olur? 12. İndi deyir, bunu böyük tərəfi ətrafında fırlat. Dedi, axı, kimin ətrafında fırladırıqsa, o qalır, sabit digəri fırlanır. Fırlanan nə olacaq? Bax, bura olacaq. Bax, bu fırlandı. Bunu gətirdik, qoyduq bura. Eynən də yuxarıda fırlandı. Fırlanan yenə də deyirəm, nə olacaq? Fırlanan radius olacaq. Bax, belə. Və belə sualların buraxılışa gəlmə ehtimalı çoxdur. Fırlanması yan səthinin sahasını tapın. S yan nə oldu? 2 pi r h. İndi fikir verin. 2 pi r nədir? R 5'dir, h nədir? 12'dir. Hesablayın geçsin.